Salam dostlar, əziz bağlantılarım. Son postlarımdan, məqalələrimdən gördüyünüz kimi yeni bir xidmətə start vermişik. KitKit. KitKit hansı problemi həll edir? Hal-hazırda təzə başlayanların, iş dünyasına təzə qədəm qoyanların, əslində təbii ki, rəqəmsal dünyada şirkətlərin, işə götürənlərin rastlaşdığı ən böyük problemlərdən biri. Təcrübə boşluğu paradoksu. Nə deməkdir bu? Şirkətlər təcrübəli mütəxəssislərlə işləmək istəyir, amma universitetlər, tədris mərkəzləri, bootcamplər təcrübəli mütəxəssis yetişdirə bilmir. Təcrübəli mütəxəssis sadəcə texniki biliyə sahib insanlar deyil. Yəni, məsələn, developer kod yazır, product manager, management deyir. Bu elə deyil. Biz buna onboarding readiness, hazırlıq indeksi deyirik. Yəni, kodla bərabər müştərinin tələblərini qəbul edən, doğru kod yazan, təhvili verən, AI ilə doğru işləyən, sürətli işləyən, qısa zamanda təskləri təqdim edən, doğru təqdim edən, komanda ilə bərabər işləməyə bacaran, iclaslara çox vaxt sərf eləmə və digər bunun kimi bacarıqlara sahib olan təcrübəli mütəxəssislərlə şirkətlər işləmək istəyir. Bunları universitetlər, kurslar və bootcamplər tədris edə bilmir. Biz bu problemi köklə həll etmişik. Təcrübə boşluğu problemini kimiləri 1 ilə, kimiləri 2 ilə, kimiləri 3 ilə həll edirlər. Təbii ki, bu mentorların dəstəyi ilə olur. Amma biz bunu sistemli şəkildə AI əsaslı innovativ həllərlə cəmi 4 aya bunu həll edirik. Sizi real komandada, real layihələrdə onboarding readinimizi tam hala gətiririk. Ondan sonra artıq sizə güclü bir Git profil hazırlayaraq şirkətlərə intervyuya hazır hala gətiririk. Təbii ki, bizim də öz networkümüzdə olan, öz bağlantımızda olan şirkətləri təqdim edirik və sizin iş qazanma şansınız daha çox yüksəlir. Növbəti addımlar haqqında növbəti videolarımda danışacağım. Amma daha da ətraflı məlumat əldə etmək istəyirsinizsə, sizə buraxacağım linkdə ödənişsiz konsultasiyaya yazıla bilərsiniz, webinarlara qatıla bilərsiniz və orada ətraflı məlumat əldə edə bilərsiniz. Öyrən, tətbiq et, işə başla.